ayda öldürürük. Zəhəri bu gün qoyursan, öldürürsən, səhərsi qəb görsən, ondan da çox. Yəni bir ayda öldürürük, hələ çoxalır. 30 qramın 20 manata satır. Masallı fermerləri əkdikləri məhsuldan gəlir əldə edə bilmirlər. Buna səbəb sahələrdə gəmiricilərin əkilən məhsulları məhv etməsidir. Fikir ver, bax. Bizim o ayında pomidor sahəsi, noxud sahəsi, hamısı. Masallı fermerlərinin narahatlığına səbəb olan onlara məxsus 1000 hektarlarla əkin sahələrinə gəmiricilərin daraşmasıdır. Gəmiricilər əsasən rayonun Təklə kəndində fermerlərin əkdikləri məhsulları məhv edib. Gəl indi buradan. Bundan necə mübarizə aparmaq olar? Qardaş, bax, elə bilir. Mən Sadiq Qüdrət Tapdıq oğlum. Masallı rayonunun Təkləkənd sakiniyəm. Nə qədər yer əkmisiniz, nə əkmisiniz burada? 3 hektar mən taxıl əkmişəm. Taxıldan başqa mənim əkəcəyim yoxdur. Onun da ki, sisan yeyib 5 kilo, 3 kilo taxıl götürmüşəm. Bax, bu da qardaş, göz qabanı noxuddur. Hardasa 750 hektar Təklə sakininin torpağı var. Hamısını noxud əkib, göy-güvərti əkib, bığd əkib, arpa əkib, hamısını bax belənçinə siçanlar məhv eləyir. İndi də kəndə basır. Keçən il qurd dağıtdı, noxudlar bütöy qurd deşdi, sata da bilmədik. Gəldi ağaclara daraşdı. İndi də bu illəri qardaş, yenə də bax taxıldı, noxuddu, hamısını yeyir. Zəhərin də 25 qramın 20 manata, 30 manata verirlər. Biz nə qədər zəhər alıb qoymalıyıq hektara. Bax belə, buna bir çarə qırılsın, buna bir əncam çəkilsin. Qardaş, bir dənə hektar 1000 manata taxıl sahəsi, 500-600 manata başa gəlir. Bişdirməyə yadı, hamısı 1000 manat. 500 kilo taxıl götürmüşəm. Mən bundan nə satacam, nə dolanacam. Bizim də təsərrüfatımız ancaq belənçiyinə işlər. Nuriyev Elnur Muxtaroğlu, Təkləs kənd sakini. Nə əkmisiniz burada? Mən hal-hazırda bütün təsərrüfat növləri ilə məşğulam. Yəni kiçik təsərrüfat qurmuşam, hektar yarım sahənin üstündə çalışıram. Müxtəlif növdə əkinlər əkmişəm. Hal-hazırda göyərti, pomidor, bir də 1 hektar kukuruz sahəm var. Mövcud vəziyyət budur ki, hal-hazırda gördüyünüz bu gəmiricilərlə biz mübarizə apara bilmirik. Yəni kütləvi vəziyyətdə gəlib kənd ərazisini bürüyübdür. İndi hal-hazırda kukuruzun özünü kəsir. Böyük bir bəlada kukuruzdan əlavə onun sistemin, hazır çəkdiyimiz sistemi kəsir. Gecə kukuruzu kəsir, gündüz də onun sistemindən kəsir, suyunu götürür. Su sistemində? Bəli, su sistemini kəsir, götürür. Yəni bununla bizim mübarizə aparmamız qeyri-mümkündür. Xahiş edirik dövlət orqanlarından bizə bir tədbir görsünlər, bizə bir köməklik göstərsinlər ki, biz hazırda bu əkinlərimizi bir yerə çıxarda bilək. Nə qədər sizə ziyan dəyib? Mənim hal-hazırda hektar yarım sahəmi batırıbdır. İndi mövcud, çəkmək istəsiniz, hektar yarımda əlavə bir sahə əkmişəm. Onunla da mübarizə apara bilmirəm. Gör, necə kütləvi vəziyyətdə bu gəmiricilər bizlə oyun oynayır da. İndi bu hal-hazırda sahəni bitirib kəndə girirlər. Kəndə girirlər evlərə. Evlərdə də bunlardan yata bilmirik. Özümüz də irgənc vəziyyətə qalmışıq. Xahiş edirik, dövlət orqanlarından bizə bir tədbir görsünlər, bizə bir köməklik göstərsinlər. Ziyan nə qədər təqribən? Mənim hal-hazırda olmasa bir 6000-7000 dəyibdir. 6000-7000 civarında bu dəqiqə zərəl dəyibdir. Fermerlər deyir ki, gəmiricilərlə mübarizə aparmağımız qeyri-mümkündür. İş o yerə gəlib satıb ki, gəmiricilər indi sahələrdən kəndə, evlərə hücum çəkiblər. Onların aidiyyəti qurumlardan istəkləri budur ki, gəmiricilərə qarşı bir tədbir görülsün. Ya kəndə mütəxəssislər göndərsinlər, ya da qara zəhər versinlər ki, özləri gəmiriciləri sahələrdən yığışdıra bilsinlər. Bunlar hələ balacalar deyil, bunların böyükləri var. Potapot. Ataları var. Gəmiricilər. Bura bax, göyə yığıb daha. Burada. Təzə deşidir. Abi, oralıqda var, silah var. Əliyev Anar Oqtayoğlu Masal rayon Təkli kəndindədir.
Gördüyünüz kimi bizə yəni bu gəmiricilər çox yüksək bir şəkildə ziyan vurur. Buğdamızı bütöv aparıb biçməyə bir şey olmayıb. Pomidor sahəsində pomidorları yeyir, xiyar sahəsində yeyir. Noxud sahəsində bizim ən böyük bəlamız hələ qabaqdadır. Noxudun hektara yəni çıxan xərci çox böyükdür. Taxıla çox yüksək pul qoyulmur, hamımız bilirik, amma noxud sahəsinin hektarı 3000-ə başa gəlir. Hazırda yetişən dövrdədir, ərəfələrdədir. And olsun Allaha, inan ki, yoxdur. Siçan hamısını aparır. Noxudun qınlarını aparır, göyərtə aparır. Mənim dövlətdən xahişim odur ki, bizə demirəm işçi göndərsin, siçanlarımızı öldürsünlər, amma bizə lazım olan odur ki, bir daimə gedirik, qara zəhər də tapa bilmirik. Bunu da qara zəhərdən başqa heç bir zəhər öldürmür. Zəhər də tapa bilmirik. Problemimiz yəni böyükdür. İşsizlik, olan bir dənə torpağımızdır. Torpaqla da gördüyünüz kimi heç eləyə bilmirik gəmiricilərin əlindən. Ev eşiyi basır valla. Qeyd edək ki, hektardan asılı olmayaraq fermerlərə təqribən 5000 manatdan 10.000 manata kimi ziyan dəyib.